Ötən həftə mamamın 60 illik yubileyi idi. Səhər tezdən oyanıb alış-veriş üçün ilk növbədə İsmayılın bazarına yollandıq. Halallıq alaraq hər dəzgahdan biraz meyvə yeyib, oradan getdik bizim rayonun ən məşhur marketinə. Bura bayram seyran fərq etmədən həmişə belə müştəri ilə dolu olur. Marketdən sonra isti kürə çörəklərimizi də alıb yola düzəlmişdik ki, bəzi şeylərin yaddan çıxdığını xatırlayıb İvanovkada dayanıb onları da aldıq. Biz evə qayıdana qədər artıq ilk qonağımız böyük dayımgil gəlib bizdən öncə çatmışdı. Biz biraz hazırlıqlardan görənə kimi o bir qonaqlarımız da gəlib çatır. Mamamgil ailədə 5 bacı, 2 qardaş olub. Xalalarım və dayılarım şəhərdə yaşasa da, mamamın təyinatı o vaxt bizim qonşu kəndə verilir və elə burada da atamla tanış olub evlənirlər. Bu da onların nişanlı vaxtından qalan özlərinin belə unutduqları bir şəkil idi. Xalamgil yeniləyib sürpriz etmişdilər. Biraz kövrə yanlar yaşadıktan sonra qonaqlı qaralı hamı bir əldən hazırlıqları tamamlamağa başladıq. Masalar quruldu, meyvələr yuyuldu, turşular qoyuldu, kabablar çəkildi və ən əsas məclisin baş tacı Roza xalanın bu ballı tortları idi. Hamımız birlikdə yedik, içdik, dedik, güldük və artıq çox yaxşı bilirsiniz ki, biz bir araya gələndə rəqs etmədən də dayana bilmirik. Beləliklə də Nüşabə müəllimənin də 60 ilini yola saldıq. Növbəti videolarda görüşərik. Hələlik.